Salam, hörmətli kanalımızın dəyərli izləyiciləri. Bugün mən sizə gözəl bir dənə 5 otaqlı ev təqdim edirəm. Keçək evimizin həyəti ilə, evlə sizi tanış edeyim. Evimizin belə xırda bir həyəti var. Evimizdə son tamamlanma işləri gedir. Belə xırda həyəti var. Hörmətli izləyicilərimiz, biz daxil olaq evimizin içərisində. Daxil olmalı, bax burada qonaq otağı. Qonaq otağında normaldır, gözəl bir qonaq otağı var. Burada birinci mərtəbədə olan sanuzel, sanitar boşaltı. Burada isə mətbəx. Mətbəxdir. Hörmətli izləyicilərimiz, pilləkənin altında olan kladovka. Bax, o belə kladovkası da var. Biz qalxaq ikinci mərtəbəyə. Hörmətli izləyicilərimiz, biz çıxdıq ikinci mərtəbəyə. İkinci mərtəbədə 4 dənə yataq otağımız var. 4 dənə yataq otağımız var. Bax, biri budur. Hörmətli izləyicilərimiz, bax, biri otağımız budur. İkinci otağımız bax, budur. Bax, ikinci otağımız da budur. Evimiz kupçalıdır. Evimiz kupçalıdır. Marşruta, avtobusa çox yaxın bir yerdə yerləşir. Yəni 50 metrindən keçir marşrut. Bax, gördüyüm kimi gün düşür evin içərisinə. Evimizin içərisinə gün düşür. Hörmətli izləyicilərimiz, bu 4-cü yataq otağı. Pəncərələrin qarşısını heç bir mobilya kəsmir. Bu da ikinci mərtəbədə olan sanuzel, sanitar boşaltı. Son tamamlanma işləridir. Son tamamlanma işləridir. Hörmətli izləyicilərimiz, evimiz çox gözəl bir evdir. 2 mərtəbə, 5 otaqlı. Yəni, marşruta yaxın bir yerdə yerləşir. Hündür bir yerdə su tutan ərazi deyil, fundamentaldır, kəməri var. Evimizin qiyməti şərh bölməsində orada qeyd olunacaq. Sağ olun, kanalımıza abunə olmağı unutmayın.